Dostlar salam, necəsiz? Hər vaxtınız xeyir olsun. Bilmirəm indi səsim normal gələcək yox, amma yaxşı görünürəm. Pis deyil məncə. Bugün 6-cı videomuzdur. Artıq inana bilmirəm ki, biz 7 günlük challenge-ın 6-cı gününə artıq inşallah başlayırıq. Bu videonu tamamlanacaq. Bugün evdə olduğum üçün fikirləşdim ki, çöldə video çəksəm daha yaxşı olar. Çünki 5 videomuz evin içində oldu. Bu da 6-cısı. Bugün əslində çox maraqlı bir gün olub. Bugün satışla bağlı xüsusilə maraqlı кейslərim var. Hansı ki, yadınıza gəlir, o bir videoda danışmışdım. 100-dən çox otaq satışın bağlama ehtimalı var idi. Həmin otaqların 35-40%-ni bizə verirlər. Satış bağlanıb. Sadəcə indi mən çalışıram ki, otaqların sayını 100-ə qaldırım. Çünki indi bu dəqiqə 50 otağı bizə verirlər təxminən. Amma görün, biraz üstündə oynaya bilsəm, negotiation prosesidir. Danışıqlar prosesi yaxşı getsə əgər, onda 100 otağı götürə bilsəm çox gözəl olacaq. Bir də bugün çox inanılmaz bir şey elədim əslində. Bugün getdim, ev günüm olsa da hamı evdə idi, otaqda heç kim yox idi. Tək oturdum ofisdə və 60-dan çox zəng eləmişəm. Soyuq zəng. Çox gözəl keçdi, çox şükür Allaha. Görüşləri təyin edə bildim, mailimi göndərə bildim, WhatsApp üzərində yazışmalar başlandı və əlaqələr quruldu. Və mən görürəm ki, burada əslində insanlar, biraz komfort var insanlarda. Yəni o iş həyatı və şəxsi həyatla bağlı balans yaratmağa çalışmaq adı ilə işlərini keyfiyyətli şəkildə görmürlər və boşluq var. Gözəl bir boşluq var və mən fikirləşirəm ki, o boşluğu mən doldura bilərəm ki, bu da mənə icazə verəcək ki, daha çox qabağa gedə bilim. Əzan verilir yeri gəlmişkən tezliklə gedib namaz qılmalıyam. Bugün gözəl gün oldu. Yeri gəlmişkən çox sağ olun ki, mənə dəstək oldunuz. Bu Kofi Ananla bağlı link paylaşmışdım, yadınıza gəlirsə və 20-dən çox insan yardım edir və 200 manatdan çox pul yığılıb. Məqsəd burada sadəcə olaraq daha keyfiyyətli kontent paylaşa bilməyim üçün telefon almaqdır. Hələ yolumuz var. Yenə də dəstək olmaq istəsəz linki qoyacağam videonu açıqlamaq hissəsinə. Əzandan sonra videoya davam edəcəm hələ ki. Əzan bitsin sonra. Dostlar, əzan qutardı, videomuza davam edirik. Bugün mən çox maraqlı bir şeyin əslində şahidi oldum. Mən bilirsiniz, sizə nəyi xatırlatmasını eləmək istəyirəm. Kaş bunu mən özüm vaxtında anlayardım. Məsələ burasındadır ki, biz Allahdan nəsə istəyirik, Allah bizə güc ver, səbir ver. Məsəl üçün, mənim kəkələməyim var idi, indi də az çox var. Deyirəm ki, məsəl üçün, mənə şəfa ver, kömək ol. Mən bir şey unutdum ki, Allah heç vaxtı bizim istədiklərimizi birbaşa vermir. Məsəl üçün, mənə xoşbəxtlik ver, ailəm xoşbəxt olsun deyəndə birbaşa xoşbəxtliyi ailənin içinə qoymur. Və yaxud da kəkələməyim aradan getsin deyəndə yatıb durub kəkələməyin ortadan qalxmır. Allah bunları eləyə bilər, amma Allah belə işləmir axı, mexanizm belə deyil. Mexanizm bilsiz necədir? Mexanizm Allah bizi o vəziyyətdə salır ki, biz xoşbəxtliyin qədrini bilək. Ondan sonra yaranır. Məsəl üçün, kəkələməklə bağlı. Bugün mən oturub əlimə telefonu alıb 60-dan çox zəng eləyəndə mənim kəkələməyim yadımdan çıxdı. Mən o qədər danışırdım ki, sərbəst danışmağa başladım. Çox səlis danışırdım və kəkələməyim yadımdan çıxdı əslində. Çox maraqlı bir şey oldu. Və sonradan mən başa düşdüm ki, əslində mən Allahdan istəyəndə ki, mənim kəkələməyim aradan getsin. Allah mənim üçün şərait yaradır ki, mən zənglərimi eləyim, danışığımın üzərində işləyim ki, mənim o kəkələmə problemim aradan getsin. Və yaxud da xoşbəxtliklə bağlı, ailəm xoşbəxt olsun. Mən indi ailəmdən aralı yaşıyorum. Mən hər gün əslində evladlarımdan, ailəmdən aralı keçirdiyimi hər gün ailəmin qədrini başa düşməyə başlayıram ki, növbəti dəfə biz görüşəndə inşallah artıq mən onlardan belə bək-bək yapışacağam. Yəni Allahdan nə istəyirsinizsə heç vaxt gözləməyin ki, Allah sizə onu birbaşa verəcək. Mən Allahdan maddi cəhətdən güc istəyirdim. Allah məni Dubaya gətirdi ki, indi canın çıxsın burada işlə. Burada qazanma ehtimalın çoxdur, amma burada o demək deyil ki, sən işləməyəcəksən. İşləməyəcəksən və qapının ağzına kimsə pul qoyacaq. Elə şey yoxdur. İşləməlisən, əziyyət çəkməlisən, sonra o nəticəyə gəlib çıxacaqsan. Amma başqa bir şey deyəcəm sizə. Doğrudan da bunu gec başa düşmüşəm, amma çox istəyərdim ki, siz də bunu qəbul edəsiniz. Proses insana çox şey öyrədir. Məsələn, yenə də öz üzərimdən gedəcəm də, kəkələməklə bağlı öz üzərimdə işlədiyim zaman proses bilirsiniz mənə nə öyrətdi? Disiplin. Danışığım nizamlı şəkildə artıq baş tutdu, bilirsiniz necə? Daha yaxşı danışmağa başlayıram. Çox danışmıram. İnsanları dinləməyə başlamışam. Və sözlərimi seçirəm. Daha keyfiyyətli danışmağa başlayıram. Və əgər Allah mənə birbaşa kəkələməyimi müalicə eləsəydi, həllin versəydi, bunların heç biri baş verməzdi. Demək, bir dənə tək kəkələməyin müalicəsini eləmək
Mənə o qədər şey öyrətdi ki, başqa heç bir şey bunu mənə verməzdi. Allah çox gözəl Allahdır. Nə istəyirsinizsə Allahdan istəyin, amma heç vaxt unutmayın ki, heç nə asanlıqla baş verməyəcək və prosesin içinə girməlisiniz. Çətinlikdən çıxış yolu çətinliyin içindədir. Və mən bunu bugün bir daha şahidi oldum. Və Allaha şükür, hər şeyə görə çox şükür, əlinizdəkilərin qədrini bilin. Allahdan nəsə istəyəndə unutmayın ki, qabağınıza çətinliklər çıxacaq və onlara qarşı da səbirli olmağı öyrənin. Çünki hər çətinliyin gətirdiyi bir dərs var. Çox sağ olun videoya baxdığınız üçün, çox sağ olun bu müddət ərzində mənə dəstək olduğunuz üçün. Bugün 6-cı gündür, sabah yenə də yəqin ki 7-ci günü videosunu çöldən çəkəcəm. Görüm əgər alınsa videolarımızın davamı da gələcək. Çox sağ olun mənə dəstək olursunuz, özünüzü qoruyun. Allah'a emanet olun. Hələlik.